İmtahanlarda keyfiyyət və şəffaflıq əsas hədəfdir. Dövlət İmtahan Mərkəzində keçirilən tədbirdə də bildirildi ki, hər il imtahan prosesinə cəlb olunan məsul şəxslərin fəaliyyəti ciddi monitorinq edilir. Məqsəd idarəetmədəki çatışmazlıqları aradan qaldırmaq və peşəkarlığı artırmaqdır. Yalnız 2025-ci il ərzində bizdə 700 mindən çox insan müxtəlif imtahanlardan keçibdir. Bizim ştat cədvəlimiz 350 nəfərdən ibarətdirsə, bu prosesi idarə etmək üçün biz dövlət ictimai idarəetmə üsullarını istifadə edirik. İctimaiyyətin nümayəndələri imtahan zallarında, imtahan binalarında idarə etmədə bilavasitə iştirak edirlər. Bizim təxminən 3000-ə yaxın marker müəllimlər var ki, onlar yazı işlərini yoxlayır. Biz istəyərdik və mən bu fürsətdən istifadə edib yenə də pedaqoji ictimaiyyətə müraciət edirəm ki, bizim təlimlərə qoşulsunlar və bu proseslərdə həm ekspert kimi, həm marker müəllim kimi, həm nəzarətçi müəllim kimi və imtahan rəhbəri kimi iştirak etsinlər. Yekun qiymətləndirmə nəticəsində fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçiləri mükafatlandırılıblar.